Salam əzizim, birincilər, xoş gördük yenidən. Model Essay kitabımızın birinci hissəsindən ikinci artıq belə deyək, essayimizə baxırıq. Mövzu My Family-dir. Gəlin bizə verilən nümunəni oxuyub tərcümə edək, paragraflarına diqqətlə baxaq və daha sonra bizə verilən sualların isə cavablarını yazmağa başlayarıq. Mövzumuzu, essemizi oxumağa başlayıram. Çox sadədir, çünki birinci bir kitabımız çox sadə esselərdir. Buradan başlamaqla, belə deyək, artıq vərdiş halına gətirə bilərik essay yazmağı. My name is Ben Park. Mənim adım Ben Parkdır. There are 5 people in my family. Bizim ailədə 5 nəfər var. They are my mother, my father, my sister Amy and my brother Tom and myself. Mənim anam, mənim atam, mənim bacım Amy, mənim qardaşım Tom və mənəm. My father is called David. Mənim atam Daviddir. He's a lawyer. O vəkildir. My mother's name is Alice. Mənim anam Alice'dir. She is a teacher at a primary school. O ibtidai məktəbdə müəllimədir. My sister Amy is 16 years old. Mənim bacım Amy 16 yaşındadır. She's a student at high school. O orta məktəbdə oxuyur. She's very intelligent. O çox ağıllıdır. She plans to go to university when she finishes school. O deyir, məktəbi bitirdikdən sonra universitetə getməyi planlaşdırır. Tom is 11, but he is not very interested in schoolwork. Tom deyir, 11 yaşındadır, amma deyir, o məktəb işləri ilə çox deyir, tapşırıqları ilə o qədər maraqlanmır. He often gets into trouble from not paying attention in class. Dərsə diqqət yetirmədiyi üçün tez-tez problemlərlə qarşılaşır. But Tom likes to play basketball. Tom deyir, basketbol oynamağı xoşlayır. Amma da var, burada bağlayıcı istifadə olunub. He hopes to be a professional basketball player one day. O bir gün peşəkar basketbolçu olmağı ümid edir. Professional, peşəkar kimi də tərcümə olunur. I like my family very much. Mən deyir, ailəmi çox sevirəm. The people in my family are very interesting and life at home is never boring. Mənim deyir, ailəmdəki insanlar çox maraqlıdır və evdəki həyat heç vaxt darıxdırıcı olmur. Baxın, görün burada bizim paragraflarımızda nədən söhbət gedirdi? Özünü təqdim etmək, birinci paragrafda ailədəki insanları təqdim etmək, ikinci paragrafda deyir valideynlər, onların adı, işləri, üçüncü paragrafda daha deyir detal verirsən qardaş bacıları və onların ambisiyaları haqqında, istekləri haqqında. Daha sonra dördüncü paragrafda nədə deyir? Qardaşın haqqında, orada bacıda idi. Burada da bu qardaşın haqqında yazırsan, onun ambisiyaları, xoşladığı, əyləndiyi, gələcəkdə görmək istədikləri haqqında məlumat versən və daha sonra 5-cidə deyir ki, how you feel about your family və öz ailəndən özünü necə hiss edirsən? Sonluq, conclusion nədir? Sonluqdur. Baxın, belə deyək. Çox sadə də olsa, amma bizim bu My Family nümunəmiz bizi üçün ilkin ailə haqqında essay yazmaqda köməklik göstərəcək. Paragrafdakı cümlələrə baxırıq, oradakı bağlayıcıların işlənməsinə baxırıq və növbətdə bizim sözlərimiz var. Buradakı sözlər çox sadədir. Sadəcə olaraq bir daha da təkrar etmiş olur. Lawyer vəkil deməkdir. Dancing for his lawyer when the police arrested him. Belə deyək, polis onu deyir, tutduqda, kimə deyir, polis onu həbs edəndə deyin, vəkilinə çağırdı. Our lawyer advised us not to buy the house. Bizim vəkilimiz bizə evi almamağı məsləhət gördü. Intelligent nə idi? Dedik ki, ağıllı deməkdir. Sam is an intelligent people and solves the math problem easily. Sam deyir, ağıllıdır, şagird və riyaziyyat məsələsi asanlıqla həll etdi. The word clever means the same as intelligent. Clever sözü də bilirsiniz ki, ağıllı deməkdir. Bir-birinə sinonim kimi işlənə bilər. Jill is clever and was able to answer the exam question easily. Burada da Jill deyir, ağıllıdır və imtahan suallarını asanlıqla cavablandıra bilirdi.
University, universitet deməkdir. Before you can get some jobs, you have to study at university deyir. Bir deyir, iş deyir, almazdan deyir. İş tapmazdan əvvəl nə etməliyik? İşə başlamışdan əvvəl universitet oxumalıyıq. Professional dedik, peşəkar deməkdir. Tom is a professional football player. Tom professional, peşəkar futbolçudur. Susan is very good at tennis. Susan tennisdə yaxşıdır, çox yaxşıdır. She wants to be a professional one day. O bir gün peşəkar olmaq istəyir. The opposite of professional is amateur. Amatör sözünü elə biz də istifadə edirik. Richard plays football for a local team, but he is still amateur. Richard deyir, futbol yerli komandada futbol oynayır, amma deyir, o yenə də elədir, nədir? Həvəskardır, amatördur. Belə. Bizə növbəti ev tapşırığımız isə my family mövzusunda deyir, bizim növbəmizdə yazmaq üçün. Baxın, suallar verir. Bu suallar da bizim üçün daha yaxşı esse yazmaq üçün bizə köməklik göstərəcək. Bax, birinci sual nədir? How many people are there in your family? Ailəndə neçə nəfər var? Bizim mətnimizdə də vardı. Bizdə neçə nəfərdir? Özümüzə uyğun da yaza bilərik və istəsək sadəcə olaraq xəyal dünyamızda bir insandır, uydurub onun həyatı haqqında da, ailəsi haqqında da yaza bilərik. What is your father's name? Atanızın adı nədir? What does he do? O nə edir, nə, yəni işi peşəsi nədir? What is your mother's name? Ananızın adı nədir? What does she do? O nə edir? Have you got any sisters? Deyir, bacım var. Deyir, what are their names? Adları nədir? How old are they? Onlar neçə yaşı var? Have you got any brothers? Qardaşlarım var. What are their names? How old are they? Adları nədir, yaşları nədir, what are their hobbies, onların hobiləri nədir, what are their ambition, onların ambisiyaları varmı, o nə deməkdir və bu suallara da cavab verərək biz nə edə bilərik, essemizi qura bilərik. Videomuzun şərh bölməsində biz nə edə bilərik, bu suallara cavabını yazın və birlikdə yoxlayaq. Qeyd edim ki, özümüz haqda yazmağa elə də lazım deyil. Bəzən uşaqlar deyir ki, mən məsələn deyir, sən basketbolçu olmaq istəyərdin, səncə basketbol oynamağın üstünlükləri nədir, mənfi cəhət nədir? Uşaq da deyir ki, xeyr, mən oynamaq istəmirəm. Qısa, konkret, yəni bu günümüzdəki uşaqların ən böyük problemi nədir uşaqlar? Suallara robotik, yəni robot kimi qısa, lakanik cavab vermələridir. Amma biz nağıl uydurmağı, öz fantaziyamızı işə salmağı, bir balaca deyirəm, biz doğru dildə desək, yoxlamağı bacarmalıyıq. Burada öz ailəmizdən danışmağa çox da böyük ehtiyac yoxdur. Bir deyir, bəs mənim qardaşım yoxdur, mənim bacım yoxdur və yaxud ümumiyyətlə informasiya vermək istəmirəm öz ailəm haqqında. Bu o demək deyil ki, siz essedə birəbir öz həyatınızda nə var onu yazasınız və yaxud hər şeyi özünüzküləşdirəsiniz, yəni mənim deyə. Sadəcə olaraq siz bir balaca xəyal dünyanızı işə salaraq, daha geniş düşünərək maraqlı cümlələr quraşdırıb maraqlı esse yaza bilərsiniz. Növbəti ikinci hissəmiz, ikinci kitabımızın essesini dinləyək, belə deyək, izahına keçəməyə qədər bu videomuzu paylaşın və əgər dərslərimizə qoşulmaq istəsəz 055 542 47 05 nömrəlinə WhatsApp ancaq yazı yazarsınız, səsli, belə deyək, zənglər qəbul olunmur və inşallah avqust ayından tamamilə hazırlıqlarımız tam başlayacaq, yay tapşırıqları isə yay qruplarımızda olacaq. Oldu, növbəti dərsimizə görüşünə qədər. See you.